Misirin tutulması qeyri-qanunidir. Cinayət məcəlləsinə gətirib çalmaq, özdəki millətin belə gözlər ki, millətin burada canı qoymuş bir insanın, bir vətəndaşımızın, qazimizin orada qanunsuz hərəkətlərini mütləq dövlətimiz reaksiya verməlidir. Hər bir əskərimiz, canımız, ciyərimizi mütləq onun müdafiəsi üçün Azərbaycan xalqı müdafiə elədiyi kimi də Azərbaycan dövləti də onun başlığına, Ali Başkanlığından da onu müdafiə eləməlidir. Hansı ki, bir gün bundan onları məhv elədi, getdi. Həmin insanlar elə ilk çıxmaq üçün bizim vətəndaş və qazimizə cəzalandırırlar, qanunla. Başqa dövlətin qanunlarına hükümət yol verməyimiz gələcəkdə Ukrayna dövlətinə çox minusdur. Ona görə Allahın başlayıcısına Misir Qasimiyə qanunu olaraq, qanun çərçivədə asılaq eləsinlər. İnşallah Allah razı olsun. Amin. Allah səbəbsiz olsun. Amin inşallah. Azadlığa və Amin inşallah. Allah Misir qardaşımızın da qapısını açıq eləsin. Bir İlk əvvəl o demək istəyirəm ki, Misir qardaş, yəni səbirli ol, yaxşı olacaq inşallah. İnşallah.